Salam əziz dostlar, hamınızı salamlayıram yenə dağlar boynundan, gözəl qaxımızdan salam olsun. Görürsünüz, dağın ən yüksək zirvəsinə doğru qalxırıq. Həmişəki kimi məni müşahidə edir qaxımızın gözəl sənətkarı, mənim yaxın dostum Sərdar müəllim. Sağ olsun, hər dəfə qaxa gələndə mənim qulluğumda dayanır. Bugün də xahişimi yerə salmadı. Dedim, qaxın ən yüksək zirvəsinə qalxmaq istəyirəm. Çətin də olsa qalxırıq hal-hazırda. Zirvələri fəth edirik, belə deyək. İnşallah həmin zirvədən sizlərə göz oxşayan mənzərələr təqdim edəcəm. İnanıram ki, xoşunuza gələcək. Gözəldir buralar. Düzü çətinliklə qalxırıq, amma həyatda hər şey belədir. Zirvələrə qalxmaq istəyirsənsə, yüksəklikləri fəth etmək istəyirsənsə, bütün çətinliklərdən keçməlisən, çalışmalısan. Biz də bu prinsipə sadiq qalaraq qaxın ən yüksək zirvəsinə doğru durmadan irəliləyirik. Salamlayıram dostlarımı. Yenə Qax rayonundayıq, dağların qoynunda. Bu, deyəsən dağ alçası, elə deyilmi? Turşdur, amma dadlıdır. Yabanı bitir. Görürsünüz, bu dağın ən yüksək yerinə çıxmışıq. Buradan o tərəfə yüksəklik çox güman ki yoxdur. Çox çətinliklə çıxdıq. Bax, orada gözəl, görürsünüz, dağların arasından çaylar axır. Gözəl mənzərələr var. Burada yaşayış yoxdur, çünki çox yüksəklikdir. Burada heç bir infrastruktur hələ ki yoxdur, amma istirahətə, gəlib bir dincəlməyə, çox sərin havası var. Çox gözəl münbit relyefi var, təbiəti var. Bax, oradan gördüyünüz çay axır qəşəng dağların arasından. Çox gözəl mənzərədir. Bəzən internetdə İsveçrədən, nə bilim, Avstriyadan gözəl mənzərələr paylaşırlar. Norveçdən gözəl mənzərələr paylaşırlar. Minlərlə, 10 minlərlə insan bəyənir. Əslində bizim ölkəmizin, bizim vətənimizin də təbiəti çox gözəldir. Amma bunu göstərmək lazımdır, təqdim eləmək lazımdır. Qoy dünya Azərbaycanımızı tanısın, təbiətini tanısın, bu gözəl füsunkar təbiətini tanısın və tanıdıqca da bəyənsin, bəyəndikcə də can atsınlar gəlməyə Azərbaycanımıza, qaxımıza, bu gözəl dağlara gəlsinlər, dincəlsinlər, istirahət eləsinlər. Yəni, turizm də bir siyasətdir, bir təbliğatdır, ölkəni tanıtmaq baxımından. Dünyada Azərbaycanın layiqi, qiymətini alması baxımından turizm siyasəti də çox önəmlidir. Düşünürəm ki, gələcəkdə qaxımız da özünün füsunkar təbiəti ilə təkcə Azərbaycanda deyil, bütün dünyada tanınacaq. Bu çay indi yay ayıdır deyə biraz zəifdir. Elə bir ki, az axır, amma qışda, xüsusən də payızda, yazda çaylar yağıntı çox olduqca, dağlardan ki, qarlar əridikcə bura daşır. Hətta o bəndlər görürsünüz, bəndləri də bəzən sel aparan vaxtlar olur. Amma yenə gözəlliyidir, görürsünüz, bu ağaclar çox sıxdır buranın ağacları. Dağlarına baxın, burada dağ keçisi olur, nə bilim, canavarlar ola bilər, çaqqallar ola bilər, ayı ola bilər. Ovçuluq üçün də gözəl yerlərdir. Mən buranın nəyini bəyənirəm hər zaman? O, xaricdə biz gedəndə adətən çox səliqəli düzəldirlər. Dağları, yollarını, ətəklərini, düzdür, ilk baxışdan adama xoş gəlir, insan bəyənir. Amma buranın elə bir ki, əl dəyilməmiş bir təbiəti var. Hər şey elə bir ki, özünün ilkin formasında qalır. Bu dağlarda, məsələn, indi biz bura gəlmişik, burada insan
ayağını, insan izini xatırladan heç bir şey yoxdur. Burada nə bilim, nə siqaret qutusu, nə bir klok, nə bilim, nəsə bir heç bir şey yoxdur. Elə bir ki, bura heç insan ayağı dəyməyib. Çox belə ilkin formasında qalıb. Bu baxımdan çox bəyənirəm. Ağaclar da çox sıxdır. Mən də alça, indi dostlar dedilər, alça ilə dəyməyib, amma turş da olsa dadlıdır. Adətən sentyabr, oktyabr ayında burada ağaclar meyvə verməyə başlayır. Alçası olsun, əzgili olsun, nə bilim, alması, armudu, fındığı. Amma indi avqust ayının əvvəlləridir. Ona görə. Amma çox sevirəm. Bəzən mənim dostlarım, xüsusən də Azərbaycan digər bölgələrindən olan dostlarım həmişə mənə deyirlər ki, Əhməd, nə üçün sən həmişə Qax rayonu haqqında belə ağız dolusu danışırsan, sevə-sevə danışırsan. Axı Azərbaycanın başqa gözəl yerləri də var, rayonları da var. Yəni bunun səbəbi sadədir, bir mənalıdır. Mən təbii ki, o Azərbaycanımızı, vətənimizi sevən bir insanam. Çalışıram ölkəmizin bütün rayonlarında, şəhərlərində olun, göz oxşayan təbiətlərini seyr edeyim. Siz ölkəni qarış-qarış gəzdikcə insanın öz ölkəsi, vətən haqqında təsəvvürləri də formalaşır. Həm də vətənə bağlılığı, sevgisi də artır, informasiyası da artır. Gələcəkdə haradasa bir tədbirdə, beynəlxalq görüşlərdə öz ölkən haqqında danışanda dolğun məlumatın olur. Təkcə kitablardan, internetdən, qəzet, jurnallardan deyil, öz gördüklərini anlada bilirsən və bu insana bir rahatlıq, özünə güvən verir. Ona görə mən həmişə Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzməyə çalışıram. İstər Gəncə olsun, Tovuz olsun, Qazax olsun, Cənub rayonlarımız olsun. Çox gözəl yerlərimiz var Masallıda, Lerikdə, Lənkəranda. Naxçıvanda hələ olmamışam, inşallah orada da olacam. Naxçıvanda çox gözəl dostlarım var, dəvət edirlər, amma hələ ki getməyə qismət olmayıb. Bütün bunlara baxmayaraq, Qax mənim üçün özəl bir anlam kəsb eləyir. Ona görə yox ki, mən bu rayonda doğulmuşam, uşaqlığım bu rayonda keçib, qohum əqrabalarım bu rayondadır. O da səbəbdir, amma təkcə o səbəb deyil. Qax mənim üçün həm də bir özümü güvəndə hiss elədiyim bir torpaqdır. Mənim üzərimə böyük məsuliyyətlər düşən bir rayondur. Burada məni əzizlərimlə yanaşı, mənə inanan, mənə güvənən insanlar var. Hər zaman mənə müraciət edən, məndən nəsə kömək gözləyən insanlar var. Bu insanın üzərinə 2 qat, 3 qat məsuliyyət qoyur. Ona görə Qax mənim üçün xüsusi önəm kəsb edir. Həmişə xarici səfərlərdən, xarici görüşlərdən bir an belə vaxt tapan kimi Qaxa gəlirəm. Bu dağlar qoyununa baş çəkirəm, burada dincəlirəm. Dostlarım həmişə mənə deyir Samavar çayı. Bəli, Samavar çayını çox sevirəm. Burada gözəl insanlarla Samavar çayı içirəm. Ona görə Qax mənim üçün xüsusi önəm kəsb edir. Bol məhsullu çöllərinə heyranam, zəhmətli əllərinə qurbanam. Bol məhsullu çöllərinə heyranam, zəhmətli əllərinə qurbanam. Qələbəli illərinə heyranam, qələbəli illərinə heyranam. Görən deyər bir də baxın, nə gözəldir mənim Qaxım. Dostlar gəlin bir də baxın, nə gözəldir mənim Qaxım, nə gözəldir mənim Qaxım. Fərux deyər bir də baxın, dəyişibdir hüsnü Qaxım. Nə gözəldir mənim Qaxım, nə gözəldir mənim Qaxım. Fərux deyər bir də baxın, nə gözəldir mənim Qaxım.